Salam dəyərli şagirdlər. Deməli 23 noyabr 2025-ci il tarixində OTK-nın buraxılış sınaq imtahanı keçirildi. Mən sizə bu videoda 9-cu siniflər üçün olan sınaq imtahanında riyaziyyat suallarının izahını təqdim edəcəm. İzaha keçməmişdən əvvəl kanala əgər abunə deyilsinizsə, zəhmət olmasa abunə olun, videoları bəyənin və digər yoldaşlarınızla da paylaşın ki, onlar da bu izahlardan faydalansın. İndi isə gəlin suallarımıza keçək. Deməli 31-ci suala baxırıq. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri digərindən 2,6 dəfə böyük olarsa, alınan bucaqlardan böyüyünü tapın. Deməli, biz 2 dənə düz xətt çəkirik. Baxın, tutaq ki, bu bucaq əgər bir dənə alfa bucağı olsa, deməli, bu birisi bucağı da bundan qarşılıqlı bucaq olduğuna görə alfa bucağı olur. Lakin bu alfanın qonşusu isə, məsələn, buna beta bucağı desək, artıq alfa ilə beta qonşu bucaqlar olacaq, düzdürmü? Deməli, deyir ki, bu bucaqlardan biri digərindən 2,6 dəfə böyükdür. Məsələn, deyək ki, beta 2,6 dəfə böyükdür alfadan. Yəni, biz alfanı 2,6-ya vursaq, 2,6 vurulsun alfa, bərabər olacaq betaya. Bunların da cəmi axı mən bilirdim, nəyə bərabər idi? Qonşu bucaq olduğuna görə 180 dərəcəyə bərabərdir. İndi biz yazıram burada, əvəz etmə edəcək, bir sistem təhlili kimi fikirləşək. Alfanın, betanın yerinə 2,6 alfa yazacağam. Yazacağam alfa üstə gəlib, bu betanın yerinə yazıram 2,6 alfa. 2,6 alfa bərabərdir 180-ə. Davamını bu tərəfdən yazıram. Alfa üstə 2,6 alfa eləyir 3,6 alfa. Bu da bərabərdir 180-ə. Buradan da alfanın, yəni 180-ə 3,6 alfaya bölək. Cavab edəcək 50. Deməli, alfa 50-yə bərabərdir. Deməli, beta bəs nəyə bərabər olacaq? Beta da bərabər olacaq. Cəmləri 180 olduğuna görə, deməli, bu da 130 olacaq. Bizdən deyir ki, alınan bucaqlardan böyüyünü tapın, tapdıq. A variantı. Yəni, 130 dərəcə. İndi isə 32-ci suala baxırıq. Deməli, burada M, A çıx B, çıxılsın, M vurulsun, B çıxa çoxalılsın, vurğuları ayırın. Baxın, dəyərli şəkillər, yazıram ki, M, A çıx B, burada da yazıram çıxılsın, N. Bax, əgər bu A çıx B-dir, bu da A çıx B olsaydı, ortaq vuruq kimi mötərizə xaricinə çıxardardıq, yəni daha doğrusu qruplaşdırardıq. Mən əgər bunu A çıx B kimi yazmaq istəyirəmsə, deməli, bu ifadənin qabağına bir dənə mənfi atıram. Həmin mənfidə gəlir, bu birisi mənfindən vurulur və müsbət edilir. Yaxşı, məsələn, çünki belə bir qayda var da, məsələn, B çıx A bərabərdir mənfi A çıx B-yə. Həqiqətən, baxın, bu mötərizəni açsaz, nə olacaq? Mənfi A üstəgəl B. Bunun da yerini dəyişək, olur B çıx A. Gördünüz, bax, eyni şeydir. Yəni, B çıx A mənfi A çıx B-yə bərabərdir. Mən də əvəzlədim və həmin mənfi də gəlir buradakı ifadəni müsbət edir. Aha, indi A çıx B-ni mən ortaq vuruq kimi çıxardıram, bərabərdir. Bu hissəyə baxmayaq, bu hissə başqa izah idi. Aha, deməli, A çıx B-nin mötərizə xaricinə ortaq vuruq kimi çıxartdım. Yerdə qaldı nə? M üstəgəl N. M üstəgəl N. Hansı variantda görə bu variant var? C variantında. Fərqi yoxdur. Birinci vuruğu hansını istəsən yaza bilərsən. Yəni, bu M plus N vurulsun A çıx B. Eyni şeydir. Vuruqların yeri dəyişə bilər. M plus N var. Bir də A çıx B var. O da var. Deməli, düzgün cavab 32-ci sualda C variantı. İndi isə 33-cü suala baxırıq. Deməli, N natural ədədi üçün əbob 1,3, əbob 3,5, əbob 5,7 və bu ardıcıllıq əgər davam edərsə, yəni əbob 2N minus 1, 2N plus 1 ifadəsinin qiyməti tapın. Baxın, 3,1 ardıcıl tək ədəd, 3,5 ardıcıl tək ədəd, 5,7 ardıcıl tək ədəd. Bu ifadədə elə ardıcıl tək ədədləri göstərir. Baxın, 2N minus 1, 2N plus 1. Nəyə görə? Çünki 2N həmişə cüt ədəddir. Cüt ədəddən bir vahid çıxanda eləyir tək ədəd. Məsələn, n-in yerinə 10 qoyaq, eləyir 20, 20-dən 1 çıxanda 19. 20-nin üstə 1, 21. Yəni, bu ardıcıllıqla gedir və ardıcıl olan tək ədədlərin əboblarını istəyir. Biz bilirik ki, ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, 1-dən 3, 3-dən 5, 5-dən 7, bunlar qarşılıqlı sadə ədədlər. Və istənilən ardıcıl iki tək ədədin əbobu da həmişə 1-ə bərabərdir. Və 1-in də neçənci dərəcədən qüvvəti olur olsa, yəni 1 vur 1, vur 1, vur 1, həmişə də 1-ə bərabər olacaq. Yəni, əbob 1,3 də 1-dir, əbob 3,5 də 1-dir, əbob 5,7 də 1-dir. Bu ifadənin də qiyməti 1-dir. Biz belə bir şey alırıq da, 1 vur, 1 vur, 1 vur, nöqtə, nöqtə, vur 1. Yəni, bunun da cavabı nədir? Elə 1-ə bərabərdir. Cavab A variantı. İndi 34-cü suala baxırıq. Deyir, 350-nin ən kiçik qiymətini tap. Deməli, bunu belə edirik. Baxın, 2-ni burada mötərizə xaricinə çıxarsaq, məsələn, A kvadrat çıxılsın 4A.
Bax, diqqətlə bir dənə baxın. Mən burada 11-i, indi mən 11 ilə işim yoxdur. A kvadrat çıx 4A. Mən bunu əgər üstəgəl 4 yazsam, bu mötərizə tam kvadrat ifadə olacaq. Düzdürmü? Yəni A kvadrat çıx 4A plus 4 A minus 2-nin kvadratıdır. İndi biz bu mötərizənin sonunda nə olacaq? 2A kvadrat çıx 8A plus 8, elə bil 11-in 8-in yazdım. Yerdə nə qaldı? 3 qaldı. 3-ü də ayrıca baxın, burada yazıram. Bərabərdir. İndi bunu biraz da sadələşdirək. Yazıram 2 A çıx 2-nin kvadratı üstəgəl 3. Yəni müxtəsər vurma düstununa əsasən bunu açanda yenə də bu ifadə alınacaq. İndi diqqətlə baxaq. Bu bir kvadratik ifadədir, düzdürmü? Bunun və ifadənin ən kiçik qiymətini tapmaq üçün gəl biz mötərizənin ən kiçik qiymətini tapaq, vuraq 2 üstünə də 3-ü gələk. Bu kvadratik ifadənin də ən kiçik qiyməti 0 alına bilər. Yəni mənfi bir ədəd alına bilməz ki, ən kiçik qiyməti 0-dır. Yəni biz bunun yerinə 0 qoysaq, 2-ni 0-a vuranda 0, 0-ın da 3 gələn neçə edir? Edəcək 3. Deməli, ifadənin ən kiçik qiyməti oldu 3. Y variantı. İndi bunu ikinci bir üsulla da gəlin göstərək, başqa bir üsulla da göstərək. İkinci üsul kvadratik funksiya ilə əlaqəli bir düsturdur. Bunun yenə konkret bir düsturu da var. Yəni biz burada n düsturundan istifadə edirik. N bərabərdir mənfi diskriminant bölünsün 4A. Yaxşımı? Aha, diqqətlə baxaq, görə bu düsturda birbaşa ilə ifadənin ən kiçik qiymətini tapa biləcəyik. Diskriminantı əgər hesablasaq, gəlin burada diskriminantı hesablayaq. Deməli, B kvadrat, yəni 64 çıxılsın, 4 vurulsun, A-nın A kvadratının əmsalı nədir? 2 vurulsun sərbəst, yəni 11. Vurduq bunu 11-ə. Deməli, yazıram burada 64 çıxılsın, bunu vurdum. Neçə? 4-ü vurduq 2-yə 8, 8-ə vurduq 11 eldir 88. 64-dən də 88 çıxanda cavab qalır mənfi 24. Aha, diskriminantın da burada mənfidir, yəni mənfi 24. Mənfi 24. Burada da mənfi yazaq. Çünki düsturda özündə də mənfi var. Bölünsün 4A. Yəni 4 vurulsun A da nədir? Yəni əslində o x kvadratın əmsalı. Yəni kvadratik ifadənin əmsalı. Yəni 2. 4 vurulsun 2. Bərabərdir. Mənfi olur müsbət 24. 4-ü 2-yə vuranda neçə edir? 8. 24-ü də 8-ə bölən neçə edir? 3. Cavab avtomatik tapıldı 3. Biz də 3-ü tapmışdıq. Yəni 2 üsulunda sizə təqdim etdim. Cavab Y variantı. Deməli, 35-ci suala baxaq. Deyir, ABC üçbucağında alfa plus beta 90 dərəcədə. Baxın, alfa plus beta 90-dırsa, üçbucağın 3 daxili bucağının cəmi neçə bərabərdir? 180-ə bərabər. Deməli, onda bu C də 90 dərəcəyə bərabərdir də. C də 90 dərəcədə. Yəni, düzbucaqlı üçbucaqdır. Deyir, AB 6-dır. AB bu üçbucağın düz bucağının qarşısında duran tərəfdən hipotenuzdur. Hipotenuz A-ya bərabərdir. Yaxşımı? C təpə nöqtəsindən AB tərəfinə çəkilən median uzunluğunu tapın. Yəni, hipotenuza endirilmiş medianı tapanda biz burada bilirik ki, möhtəşəm üçlü yaranır. Median nədir? Hipotenuzu 2 yerə böldü, AB 2 yerə parçalandı və həmin düzbucaqlı üçbucaqda hipotenuza endirilmiş median da ilə hipotenuzun yarısına bərabərdir. Yəni, median özü də 2 yerə bölünür. Mən bu qaydanı yadda saxlayaq. 6 4 idi. Bəli, 6 idi. 3, bu da oldu 3. Median da özü də 3-ə bərabər. Buna deyirlər möhtəşəm üçlü. Yəni, 3, 3, 3. Aha. Bəli, deməli hipotenuzun yarısına bərabər oldu medianın. Cavab D variantı. 36-cı sual. Çox sadə suallardan biridir. Deyir ki, ən kiçik sadə ədədin əksini tap. Biz bilirik ki, yəni natural ədədlər içərisində bir nə sadədir, nə də mürəkkəbdir. Yəni ümumiyyətlə heç bir çoxluğa daxil deyil, amma ən kiçik sadə ədəd 2-dir. 2-nin də əksi mənfi 2-dir. Cavab A variantı. 37-ci suala baxaq. Deməli, çevrədə 50 dərəcəli qövsə uyğun daxilə çəkilmiş bucağı tapın. Bu da asan sualdır. Məsələn, bir dənə gəlin A, B, yəni AMB qövsü çəkək və bu qövsü söykənmiş bir dənə daxili bucaq çəkək. Biz bilirik ki, bu daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Əgər M 50 dərəcəli qövsdürsə, onun daxilinə söykənmiş bucaq da onun yarısına bərabər olacaq. Yəni 50 bölü 2, yəni 25-ə bərabər olacaq. Yəni 37-də də düzgün cavab C variantı etdi. İndi keçirik 38-ci sualın izahına. Baxaq, deməli deyir ki, düzbucaqlı üçbucağın böyük kateti 4 köşdə 3, iti bucaqlarından biri 60 dərəcə olarsa, bu üçbucağın hipotenuzunu tapın. Deməli, baxaq, bax, deyir ki, iti bucaqlarından biri 60-dır. Düzbucaqlı üçbucaqsa bir bucaq 60-dırsa, o birisi bucağın bilirik 90-dır. Kiçik iti bucaqda olur 30. Deyir, böyük katet. Üçbucaqda nə bilirik biz tərəflər haqqında?
böyük bucaq qarşısında duran tərəf böyük tərəf olur. Deməli, əgər böyük katetdən söhbət gedirsə, deməli bu 60 dərəcəli bucağın qarşısında duran katetdir də. Deməli yazıram 4 kök üs 60-ın qarşısında duran katetdən. Deyir bu üç bucağın hipotenuzunu tapın. Bax, dəyərli şagirdlər, siz buna x deyərsiniz digər katetə. 30 dərəcəli bucaq qarşısında duran katet də bu hipotenuzun yarısıdır. Gəlin bu üç bucağı da bir dənə adlandıraq. Yazaq A, B və C üç bucağıdır. AB burada olur nə? Hipotenuz. Əgər AC tərəfi 30-un qarşısındadırsa və x-dirsə, deməli AB də olacaq 2x. Çünki nəyə görə? 30-un qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Yaxşımı? Bunu Pifaqorla da yaza bilər. Amma bunun daha bir asan yolu da var. 60 dərəcə qarşısında duran katet və 60 dərəcəli bucaq qarşısında duran katet digər katetin kök üs mislinə bərabərdir. Bir daha qaydanı təşkil edirəm. 60 dərəcəli bucaq qarşısında duran, baxın, bu katet digər katetin, yəni 30-un qarşısında duran katetin kök üs mislinə bərabərdir. Yəni sən 30-un qarşısında duran katet, yəni x-i sən əgər kök üçə vursan, 60-ın qarşısında duran kateti alarsan. Yəni bu bütün düzbucaqlı üçbucaqlarda keçərlidir. Buradan da hər tərəfi kök üçə bölürük, x-in 4 olduğunu tapırıq. Cavab 4 eləyir. Amma indi sualımızın cavabı təbii ki 4 eləmir. Yəni AC kateti 4 eləyir. Bizdən hipotenuzu istəyir. Hipotenuz da 2x-dir. Əgər x 4-dirsə, 2x nəyə bərabər olacaq? 2 vur 4, yəni 8-ə bərabər olacaq. Cavab 8. Yəni 38-də də düzgün variant D variantını qeyd etdik. İndi keçək növbəti sualımıza baxaq. Neçənci sualda 39. 1 metrinin qiyməti 4 manat olan 48 metr parçanın 12-də 7 hissəsi satıldıqdan sonra neçə manatlıq parça qaldı? Baxın dəyərli şagirdlər, 48 metr parçamız var. 48 metr parçamız var. Bunun 12-də 7 hissəsini satmışam. Əslində 48-in 12-də 7-sini tapıb 48-dən çıxa bilər, amma daha bir rahat yolla gedək. 12-də 7-si satılıbsa, bunun nə qədəsi qalıb? Təbii ki, neçəsi qalacaq? 12-də 5-i qalacaq. Yəni vahid bir parçanın, yəni 1-in 12-də 7-si çıxıb. Bəs yerdə nə qalıb? Yerdə də qalıb 12-də 5-i. Yəni indi biz qalanı tapmaq istəyirik, qalan. Yəni 12-də 7 satılıbsa 12-də 5 qalıbsa, indi biz 48-in nəyini tapacağıq? 12-də 5-in tapacağıq. 48-i vurduq 12-də 5, yəni hissə göstərəndə də vurduq ədədin hissəsini tapmaq üçün. Deməli 48 ilə 12 ixtisar gedir. Burada qalır 4. 4-də 5-ə vuranda edir 20. Deməli bizim yerdə 20 metr xalçamız qalıb. Daha doğrusu parçamız qalıb. Aha. 20 metr parçada 1 metrinin qiyməti 4 manatdır və 20 metr nə qədər olacaq? Bizdən o qalanın qiymətini soruşur da. 20-ni də vuracağam 4-ə. Neçə edəcək? 80. Deməli 80 manatlıq parça qalıb. Düzgün variant D variantı. Sual 40-da bizə deyir ki, A, B və C bir-birindən fərqli natural ədədlərdir. A-2 və A plus B plus C cəminlərinin hasili 11-ə bərabərdir. B plus C bölünsün A plus 1 ifadəsinin qiymətini tapın. Bax, dəyərli şagirdlər. Bunlar bir-birinə fərqli natural ədədlərsə, natural ədədlərin, baxın, burada verib fərqi, burada da verib cəmi və bunların hasılı 11-dir. 11, yəni o natural ədədlərdən söhbət gedirsə, yəni bu vuruqlardan biri ya 1-dir, digəri də 11-dir. İndi baxaq, heç bir natural ədədin, fərqli natural ədədin cəmi heç vaxt 1-ə bərabər ola bilməz. Deməli, cəm 11-dir. Deməli, avtomatik bilirik ki, onda, çünki 11 sadə ədəddir. 2 dənə yəni vuruğu var. Bir də 11. Natural 2 dənə böləni var, belə deyək. 2 dənə natural böləni var. 1 də 11. Vəssalam, yazırıq bura nə? 1, 11. Yəni A çıx 2 1-ə bərabərdir. İndi yazaq burada. A çıx 2 bərabərdir 1-ə. A çıx 2 əgər 1-ə bərabərdirsə, deməli A-nın özü nəyə bərabərdir? A-nın özü də 3-ə bərabərdir. İndi burada baxırıq. Yazırıq A plus B plus C bərabərdir 11-ə. İndi A-nın mən qiymətini bilirəm, 3-dür. Yerinə qoyuram. 3 üstə gəl. B plus C bərabərdir 11-ə. Buradan da B plus C də bərabər olacaq. 11-dən 3 çıxanda neçə edəcək? Edəcək 8. İndi bizdə nə istəyir? Bizdə deyir ki, B plus C böl A plus 1-in qiymətini tap. Gəl tapaq. Bax, B plus C nə tapdım? 8. Aha. A plus 1. A nə idi? A 3 idi də. 3-ün üstə də 1. Burada 3 yazsam. 3-ün üstə 1 neçə eləyir? 4. 4-də 8. Yəni 8 böl 4 də nəyə bərabərdir? 2-yə bərabərdir. Cavab 2. 40-da da düzgün cavab C variantı. 41-ci sualda sadə sualdır. Gəlin baxaq, ifadənin qiymətini deyir hesablayın. Mənfi 2-nin kvadratı, baxın bu kvadrat mənfiyə də aid olduğuna görə, yəni biz burada mənfi 2-nin kvadratı edəcək 4, müsbət 4. Sonra baxın,
üstə gəlinsin. Mənfi 3-ün kubu. Bu mənfi 27-yə bərabərdir. Yaxşımı? Burada da çıxılsın. 4-ün kubu da nəyə bərabərdir? 64-ə bərabərdir. İndi davam edək. Elə bilin ki, baxın, müsbət 4 ilə mənfi 27-nin cəmi, bunu bu şəkildə yazırıq da, yəni 4 çıxılsın 27 kimi yazacağıq, çıxılsın 64. Bu da bərabərdir, 4-dən 27 çıxanda neçə edəcək? Mənfi 23, mənfi 23-dən də 64 çıxanda cavab bərabərdir, mənfi 87-yə. Cavab C variantı. 42-ci sualda çoxluqlara aid maraqlı bir sual var. Deyir ki, A, B və C çoxluqları və onların elementləri verilib. Deyir ki, ştrixlənmiş hissəyə uyğun elementi tapın. Ştrixlənmiş hissə nədir? Hər üç çoxluğun kəsişməsi. Yəni A çoxluğu kəsişir B çoxluğu, kəsişir C çoxluğu. Düzdürmü? Bunların elementlərini istəyir bizdən. Bunların elementlərini istəyir bizdən. Yəni hər üçünə daxil olan deməkdir də bu ştrixlənmiş hissə. Yəni elə bir elementlər seçməli ki, hər üçündə olsun. Baxın, 1 yoxdur hər üçündə. 2 hər üçündə yoxdur. 6 hər üçündə yoxdur. 7 var. Bax, burada da var, burada da var, burada da var. İndi elementlər yazılır, sonra deyir cəmini tap. 8 hər üçündə yoxdur. 9 hər üçündə var, gördük. Bir də 12. 12 də görürük ki, hər üçündə var. Deməli, burada 7-dir, 9-dur, bir də hansıdır? Bir də 12-dir. Aha. Və bunların bizdən cəmini istəyir. Yazaq 7 üstəgəl 9 üstəgəl 12 bərabərdir 28. Deməli, düzgün cavab 42-ci sualda C variantı elədir. İndi isə keçək 43-cü suala, baxaq. Baxaq, deməli, 43-cü suala görə 43-cü sualda bizə hələ nə istənilir? Deməli, modullu bir ifadədir və bu ifadənin qiymətini tapmaq lazımdır. Deyir, modul içində mənfi 3,6, bu müsbət 3,6 olur. Vurulsun, müsbət 7,2 alınacaq, çünki moduldan mənfi qiymət çıxa bilmir. Burada da 5,4 vurulsun 1,2. Baxın, dəyərli şagirdlər, 3,6 ilə biz 1,2-ni apara bilərik. Yəni 36 ilə 12 kimi fikirləşin, bir dənə buna. Bu gedir, qaldı 1, bu gedir, burada da qalır neçə? Burada qalır 3. Sonra 5,4-dən 7,2-ni də apara bilərik ixtisar. Hansı ədədə bölək birbaşa? 1,8-ə bölə bilərik də. Yəni 70-ni 54 kimi fikirləşin. 1,8-ə böləndə 5,4-ü 1,8-ə böləndə edir 3. 7,2-ni də 1,8-ə böləndə edir 4. Bu 3 ilə də bu 3 ixtisar edir. Yerdə qalır 4 böl 1, yəni elə 4. Cavab B variantı edir 43-cü sualda. Deməli, 44-cü suala baxırıq. Müsbət ədədin 80% bu ədədin 0,116 hissəsini neçə dəfə bölüşdür? Baxın, dəyərli şagirdlər, ədədin 116 hissəsi, yəni biz ədədi faizə çevirmək üçün həmin ədədi 100-ə vura bilərik də. Yəni 116 ilə 16% deməkdir. Siz öyrənibsiniz ki, 116-nı faizə çevirmək üçün 100-ə vurmaq lazımdır. Bu da bərabərdir 16-ya. Düzdürmü? Yəni 116 hissə ilə 16% deməkdir. Yəni ədədin 80% 16% ilə neçə dəfə böyüdür? Yəni 80% bölürük 16%-ə. 80-i də 16-ya bölən neçə edir? Edir 5. Deməli 5 dəfə böyüdür də. 44-cü sualda da düzgün variant Y variantı etdi. İndi keçək 45-ci suala baxaq. Deməli deyir ki, A plus B 4-dürsə, 3A plus 3B plus 2 ifadəsinin qiymətini tap. Baxın, bu ifadəni yenə də yazıram. 3A üstəgəl, bu 3-ü mötərəziyə vururuq içindəki bütün ifadələrə. 3B üstəgəl, 3-ü 2-yə vuranda edir 6. Buradan da 3-ü yenə də mötərəzə xərcdən çıxarsaq əgər biz qalacaq A plus B plus 6. Bu da bərabərdir. Baxın, A plus B-ni bizə nə verib? 4 verib. Yəni bunun əvəzində mən 4 yaza bilərəm. 3-ü vururam 4 edir 12. 12-nin də üstü 6 neçə edəcək? Edəcək 18. Düzgün variant 45-ci sualda C variantı etdi. İndi keçirik açıq suallara baxaq. Deməli 46-cı suala baxaq. Deməli deyir x 1 və 5 aralığında olan bir ədəddir. Bu ifadənin qiymətini hesablayın. Gəlin birinci modullu, görürsünüz modulun içində ikinci bir modul da var. Bunu içərdən açaq, sonra böyük modula keçərik. Yazıram. X plus 3 üstəgəl, indi diqqətlə baxaq. Bax, x deyir 5-dən balaca ədəddir. 5-dən balaca ədəd, məsələn 4 götür. 4-dən 6 çıxanda nə olur? Mənfi ifadə olur. Bu modulun içi mənfidir. Əgər modul içi mənfidirsə, ifadəsi mənfidirsə, deməli biz içindəki ifadəni mənfi kimi, qarşısına mənfi ataraq çıxardarıq. Yaxşı. Mənfi ataraq çıxarsaq, onda o zaman
Bu plus silinəcək, olacaq, bax yazıram. Bu plus silinir, plus silindi. Mənfi kimi gələcək. Çünki bunun mənfisi o plusu da mənfiyə çevirir. Qalır x minus 6. Mötərizə kimi belə yazdıq. Sonra modulumuz bağlandı. İndi modulun için biraz sadələşdirək. Yazıram. X plus 3 çıxılsın x üstəgəli 6 olur bu zaman. Düz? Bəli. Sonra bu x ilə mənfi x bir-birini islah aparır, gedir. 3 üstə 6-da neçə edir? 9. Yəni modulda 9 nəyə bərabərdir? Biraz səliqəli yazaq. Modulda 9 ilə 9-a bərabərdir. Yəni 46-cı sualda da düzgün variant 9. Yəni keçirik 47-ci sualın izahına baxaq. Görək də 47-ci sualda bizə nə istənilir? Deməli, bu da maraqlı sualdır. Deməli, 27-nin kubu 8-in üstü 10, 6-ın üstü 8, bir də 16 üstü 5 ifadəsinin qiymətini hesablayın. Baxın, biz 27-ni 3-ün üstü 3 kimi yazsaq, baxın, 3 üstü 3, bunun da üstündə kub, yəni 3. Vurursun, 8-i 2-nin kubu kimi yazacağam. Onun da üstündə nə yazdım? 10 yazdım. Məxrəzdə bəs nə yazıram? Məxrəzdə də yazıram ki, 6 üstü 8-i mən bu şəkildə yaza bilərəm də. Bax, 6-nı 2 vur 3 kimi yazacağam. Üstündə də 8. Bu da nəyə bərabərdir? 2 üstü 8 vurulsun 3 üstü 8-ə bərabər deməli. Yəni 6 üstü 8 mən belə yazırım, belə parçalayıram. 2 üstü 8 vurulsun 3 üstü 8. 16-da 2 üstü 4-dür. Yəni ən kiçik əsasa gətirək də. 4-ün kvadratı kimi yox, 2-nin üstü 4 kimi götürək. 16 2 üstü 4-dürsə, 16-nın özü 2 üstü 4-dür. Onun üstündə nə var? Burada 5-dir. Deyəsən 5 görünür. Aha. İndi bunu biraz da sadələşdirək, sonra ixtisarlarımızı aparıb qiyməti taparıq. Bircə dəqiqə xəttimizi səliqəsiz seçdik. Aha, kəsr xəttini düz seçdik. İndi 3-ün üstü 3, o da 3 edəcək 3 üstü 9. Yəni qüvvətlər vurur. Bu edəcək 2 üstü 30. 2 üstü 30. Baxın, burada 2 üstü 8 var. Burada da 2 üstü 20 var. Bax, yazıram. Yuxarıda onu ayrıca yazıram. Bir dəfə əmni yazaq. 2 üstü 8 vurulsun 2 üstü 20. Əsaslar eyni olanda nə olur? Qüvvətlər toplanır. Olur 2 üstü 28. Deməli, mən bununla bunun hasilini 2 üstü 28 kimi burada yazdım. Yerdə də qaldı 3 üstü 8. Aha, yazaq 3 üstü 8. Bərabərdir. Bu 3 üstü 8 ilə bu 3 üstü 9 gedir. Qalır 3. Yəni 3 üstü 1, o da qalır 3. 2 üstü 28-in də 2 üstü 30-u ixtisar aparanda qalacaq 2 üstü 2. Yəni o da nəyə bərabərdir? 4-ə bərabərdir. Aşağıda da qaldı 1. 3-ü də 4-ə vurduq, elədi 12. Düzgün cavab 47-ci sualda 12 alındı. İndi keçirik 48-ci suala baxaq. Görək 48-də bizə nə deyir? Deməli, 48-ci sualda deyir 3-də 2 vurulsun A üstü 5, B üstü 9 bir həllisinin dərəcəsi əmsalından neçə dəfə böyükdür? Gəlin bunun əmsalına baxaq. Əmsalı bunun nədir? Bax, əmsalını yazaq. Əmsal 3-də 2-yə bərabərdir. Yaxşımı? Bəs dərəcəsi nədir? Dərəcəsi dəyişənlərin qüvvətləri cəmi. Yazaq. Dərəcəsi bərabərdir. 5 ilə 9-un cəmi neçə edir? Eləyir 14. İndi deyir, dərəcəsi əmsalına neçə dəfə bölüşür? Yəni dərəcəsini gəlin əmsalına bölək, sadə. Bölək 3-də 2-yə. Bu da bərabərdir. 14 vurulsun bölmə olduğuna görə ikinci kəsir nə olur? Çevrilir tərsinə. Olur 2-də 3. Bu da bərabər 2 ilə 7 ixtisar 14 ixtisar edir. Qalır 7. 3 7-nin neçə eləyir? Eləyir 21. Deməli 21 dəfə böyümüş. 48 də düzgün variant 21. İkincisi 49-cu sual baxaq. Deyir ABC natural ədədləri üçün A böl B 2 böl 5 nisbətidir. B böl C 1 böl 4 nisbətidir. A plus B C cəminin ən kiçik qiymətini tap. Bax, A 2K deyək, B-yə də 5K deyək. Gəlin burada yazaq. A 2K-dır. B də nəyə bərabərdir? 5K-ya bərabərdir, mütənasib olaraq. İndi bu tipli ifadələr müxtəlif əslində üsullar var. Gəlin biz belə üsuldan istifadə edək. Bax, B böl C bərabərdir 1 böl 4-ə. Da burada B 1K, C 4K deyə bilmərik. Çünki biz artıq B-ni 5K adlandırmışıq. İndi bizim məqsədimiz nədir? C-ni K ilə ifadə edək. Gəlin burada B-nin yerinə 5K qoyaq. Yazıram bura 5K bölünsün C bərabərdir 4-də 1-ə. Buradan da belə bir ifadə alıram ki, çarpaz vursam əgər, C də bərabərdir. 5K-nı 4-ə vuran neçə edir? Edir 20K. Deməli, C-ni də ifadə elədim. Məqsədim nə idi? K ilə ifadə eləmək, mən də elədim. Deyir, bunların cəmi. Bunların cəmi nədir? 5K, 2K, 5K, 20K. Neçədir? Edir 27K. Bunların cəminin ən kiçik qiyməti. Bax, dəyərli şagirdlər. Bunlar natural ədəddirsə, deməli 27-ni elə bir ən kiçik ədədə vurmalıyım ki, 27-ni vururam, K da natural ədəd alınmalıdır. Yaxşımı? Çünki natural deyir. Və bunları da K-nın da yerinə ən kiçiyinə qoya bilərəm. 1 qoya bilərəm də. Yəni 27-ni də 1-ə vuranda neçə edir? Elə cavab edəcək 27-nin özü. Yəni 49-cu sualda da düzgün variant edir 27. Yəni keçirik 50-ci sualın izahına baxaq.
50-ci sualda çevrəyə maraqlı sualdır. Baxaq. Deməli, mərkəzi O nöqtəsi olan çevrənin AB və CD vətəri konqruentdir. Yəni bərabər vətərdir. Düzdürmü? Biz bərabər vətərlər haqqında nə bilirdik? Çevrədə iki bərabər vətər varsa, onların ayırdığı qövs, məsələn, buradakı M qövsü, N qövsü dərəcələr də deməli bir-birinə bərabər olacaq. Yəni M-in dərəcəsi ilə N-in dərəcəsi də bir-birinə bərabərdir. Bunu artıq bildik. Verilən məlumatdan öyrəndik və tətbiq etdik. Deməli, AMB qövsünün uzunluğu A-ya bərabərdir. Yəni, M qövsünün uzunluğu deyir A-ya bərabərdir. Yəni, baxın, bu qövs. Bu qövsün uzunluğu A-ya bərabərdir. Deyir, CND qövsünün uzunluğu isə B-yə bərabərdir. Yəni, bu qövsün uzunluğu nəyə bərabərdir? B-yə bərabərdir. Deməli, N qövsünü də yazıram burada. B-yə bərabərdir. 3A plus 2B, 3B çıx 2A ifadəsinin qiymətini tapın. Baxın, dəyərli şagirdlər. Bu M də N də bir-birinə bərabərdirsə, deməli, A da B də bir-birinə bərabərdir. Yəni, A bərabərdir B-yə. İkisindən birini əvəz eləyə bilərik. Yəni, gəl A-nı B ilə əvəz eləyək. Və yaxud B-nin adı, fərqi yoxdur. Və yazıram. İndi, harada B gördüm, yerinə A yazacağım. Başlayaq. Bunu başlayaq, bu ifadəni başlayaq köçürtməyə. 2A üstə gəl. 3B-nin əvəzinə də 3A yazacağam. Çünki nəyə görə? Sadələşdirmək üçün bunu etməliyəm. Çünki A da B-yə bərabərdir. Sonra 3B-nin əvəzinə 3A yazıram. 2A-nın əvəzinə də özün olduğu kimi yazdım. İndi biraz aşağıya gətirək sualı. Bərabərdir. Davamını aşağıdan yazıram. 2A üstə gəl 3A neçə eləyir? 5A. 3A-dan da 2A çıxanda qalır A. Bu da yəni 5 vur A-dır da. A-lar ixtisar edir. Yerdə nə qalır? Cavab qalır 5. Demək bu neçənci sualdır? 50-ci sualda düzgün variant, daha doğrusu düzgün cavab 5 alındı. Vəssalam, indi keçirik 51-ci sualın izahına. Baxaq 51-ə, 51 yəqin bu bir hissədədir. Bir dənə baxaq 51-ci sualımıza. Görək bizə nə istəyir buradan. 51, 51, aha, gəldik, tapdıq 51-ə. Deməli, bir dənə buranı təmizləyək. 51-də bizə deyir ki, bu ifadənin qiyməti A-ya bərabər olarsa, 3 kök 2 vur A ifadəsinin qiymətini tap. Əla. Gəl belə eləyək. Birinci mötərizənin məxrəclərində irrasional ədədlər görürük. Yəni kök 7, kök 8. Hər ikisini sadələşdirək. Yəni birinci kəsrin surət və məxrəcini kök 7-yə vuraq. Bunu kök 7-yə vuranda qalır 7. Bunu da kök 7-yə vuranda qalır kökdə 7. Daha doğrusu 7 vur kökdə 7. Bu 7 ilə bu 7 ixtisar edir. Yerdə nə qaldı? Kökdə 7. Eyni ilə ikinci ifadəni də gəlin vuraq. Kökdə 8-i yenə də kökdə 8-ə vururam. Məxrəci vururam, qalır 8. Surəti də 8-i kök 8-ə vururam. İxtisar edir, qalır nə? Kök 8. Demək, birinci mötərizəni mən belə sadələşdirə bilərəm də şagirdlər. Yazaram ki, kök 7 üstə gəl, kök 8. Düzdür, belə sadələşdirdim. Aha. Bunu silək, bizə mane olmasın. Yəni, bizi çaşdırmasın. Artıq ona ehtiyacımız yoxdur. Əla. İndi baxaq. Mən bu ikinci mötərizədə də, bax, müxtəlif üsullardan istifadə edə bilərəm. Gəl bu 4-ü kök 16 kimi göstərək. Yazıram. Kök 16 çıxılsın, kök 14. Niyə? İndi səbəbini deyirəm. Bərabərdir. Davamını bax, buradan yazıram. Bu olduğu kimi qalır. Kök 7 plus kök 8. Bu kök 16 çıx kök 14 ifadəsində də mən kök 2-ni mötərizə xaricinə çıxardıram. Yazıram kök 2, yəni vurma kimi çıxartdım. Yəni kök 16-nı kök 2-yə böləndə nə qalır? Kök 8 qalır. Çıxılsın kök 14-ü də kök 2-yə böləndə qalır kök 7. Vəssalam. Bunu etməkdə məqsəd odur ki, baxın, birinci mötərizə ilə ikinci mötərizəni biraz daha səliqəli yazsaq əgər, diqqətlə baxaq, kök 2-ni atıram əvvələ. Kök 2-ni atıram əvvələ. Bunu yazıram. Kök 8 plus kök 7 vurulsun, bu mötərizəni yazaq, kök 8 çıxılsın, kök 7. Biz müxtəsər vurma düsturlarından öyrənmişik ki, yəni iki eyni ədədin cəmi və fərqi, yəni A plus B, A minus B nəyə bərabərdir? A kvadrat çıx B kvadrat. Yəni yazıram, kökdə 2 ilə hələ ki işimiz yoxdur. Bu iki mötərizəni bir-birinə necə sadələşdirəm müxtəsər kimi? Birincinin kvadratı, yəni kök 8-in kvadratı, yəni 8, ikincinin kvadratı çıxılsın. Yəni kök 7-in kvadratı. Bu da edir 7. Vəssalam. Deməli, 8-dən 7 çıxanda 1 edir. Deməli, bu ifadədə kök 2-ni də 1-ə vuranda cavab qalacaq elə kök 2. Deməli, bu ifadənin qiyməti ilə nəyə bərabər imiş? Elə kök 2-yə bərabər imiş. Deməli, elə bu ifadə özü kök 2 demək imiş. Həmin A da elə kök 2-yə bərabər imiş. İndi bizdən deyir ki, 3 kök 2 vur A. Yaxşı, gəl yazaq. Buradan ayıraq bir dənə. 3 kök 2 vur A. A-nın da yerinə mən nə yazacağam? Elə kök 2-ni yazaq burada. Yazdıq. Bu da kök 2-ni kök 2-yə vuranda neçə edir? Edir 2. 3-ü də 2-yə vuranda cavab neçə edəcək? Edəcək 6. Deməli, 51-ci sualda düzgün variantımız nə oldu? 6.
İndi keçirik 52-ci suala. 51-i də belə yazdıq, getdi. İkincisi 52-də görə bizə nə deyir? Deyir, uzunluğu 5 pi santimetr olan çevrənin xaricində olan A nöqtəsindən, gəl bir dənə çevrəmizi biz rahat çəkək, şəklimizi çəkməsək, təsvir eləməsək, çətinlik çəkərik. Çevrəni çəkdik. Bu onun mərkəzi olsun. Aha. Uzunluğu da 5 pi-dir. Yəni yazıram L bərabərdir 5 pi-yə. Bir dənə yuxarıları silim ki, bizə mane olmasın. Aha. Yine sualımıza davam edək. Deməli, L bərabərdir 5 pi-yə. Çevrənin xaricində olan hər hansı bir A nöqtəsi var. Bir dənə nöqtə qeyd edirik, onu da adlandırdıq A nöqtəsi. Çevrənin mərkəzinə qədər olan məsafə, bax, mərkəzinə qədər olan məsafə nədir? Yəni, həmin A nöqtəsinin mərkəzinə bir dənə parça çəkdim, düz xətt çəkdim. Bu məsafə 6,5-ə bərabərdir. Yəni, burada məsələn bir dənə deyək, O nöqtəsi adlandıraq. AO nöqtəsi yazıram. AO nöqtəsi bərabərdir 6,5-ə. A nöqtəsindən çevrəyə çəkilmiş toxunanın uzunluğunu tap. Bax, toxunanı çəkək çevrəyə, bir dənə çəkək. Aha, fərz edək ki, bax, bu nöqtədə toxundu. İndi deyir ki, məsələn, burada bir dənə B deyək. AB-ni tap. Burada bir dənə mən nə dedim? X dedim. Yaxşı, gəlin baxaq. Diqqətlə indi baxaq. Baxın, dəyərli şagirdlər. Mən əgər çevrənin mərkəzindən həmin o toxunma nöqtəsinə bir dənə radius çəksəm, bunların arasında bilirik ki, 90 dərəcə bucaq əmələ gəlir. Yaxşı, deməli, burada belə bir düzbucaqlı üçbucaq yarandı. ABO düzbucaqlı üçbucaq yaranıb. İndi biz radiusu bilsək, bu düzbucaqlı üçbucaqda AO hipotenuzdur. Bu kiçik R, yəni radiusda indi tapa bilərik. Bir katetdə, AB-də digər katetdə. Yəni, x-in kvadratı, birinci katetin kvadratı plus ikinci katetin kvadratı, r-in kvadratı bərabərdir 6,5-in nə ilə kvadratına bərabər olacaq. İndi biz r-i tapa bilərik. Hardan tapacaq? Bax, bundan. Uzunluğu 5 pi-yə bərabər idi də. Yəni, L nəyə bərabər idi? 2 pi r, yəni çevrənin uzunluq düsturuna əsasən bərabərdir bu da 5 pi-yə. Uzunluq 5 pi-yə bərabərdir. Hər tərəfi 5 pi-yə, üzr istəyirəm, aha. Hər tərəfi də 5 pi-yə bölsəm, 2r bərabərdir 5-ə. R də bərabərdir 2,5-ə. Deməli, R-in 2,5 olduğunu tapdıq. Deməli, bu düzbucaqlı üçbucağın ikinci katetini də tapdıq. Daha doğrusu birinci katetini tapdıq. 2,5 edir. Biraz sadələşdirək bunu. X kvadrat üstə gəl. R-in yerinə yazacağam. 2,5. Yəni, 2,5-in kvadratı bərabərdir 6,5-in kvadratına. Aha, heç bunu mötərizə almağa ehtiyac yoxdur. Yaxşı, yazdıq, getdi. Deməli, diqqətlə qulaq asaq. İndi x kvadrat da nəyə bərabər olacaq? X kvadrat da 6,5-in kvadratı çıxılsın 2,5-in kvadratına. Bunu da daha asan bir yolun gəlin tətbiq eləyək. Müxtəsərdən istifadə edəcək daha rahat hesablamaq üçün. 6,5-in kvadratını tapıb 2,5-in kvadratını tapmadığınızda bunu daha sadə belə edə bilərik. Bax, bunu müxtəsərdən belə aça bilərəm də. A kvadrat çıxıb B kvadrat bərabərdir. Birinci ilə ikincinin fərqi, aha, vurulsun birinci ilə ikincinin cəmi. Yəni 6,5 vurulsun, daha doğrusu üstə gəlsin 2,5-ə. Bu da bərabərdir. Yenidən aşağıdan yazıram. X kvadrat da bərabərdir. 6,5-dən 2,5 çıxanda nə qalır? 4. Vurulsun. 6,5-in üstə 2,5 gələn neçə edəcək? Edəcək 9. Yəni, deməli, x kvadrat 4, 9-un 36-ya bərabərdir. Bəs x-in özü nəyə bərabər olacaq? 6-ya bərabər olacaq. Yəni, nəyin kvadratı 36? Təbii ki, burada mənfiyə baxmırıq. Çünki üçbucaqda uzunluq, məsafə heç vaxt mənfədə də ola bilməz. X bərabərdir 6-ya. Vəssalam, bizdən toxunanı istəyirdi, tapdıq. Yəni, AB-ni tapdıq 6. Bu neçənci sualda görək? 52-ci sualda da düzgün variant 6-nın olduğunu qeyd etdik. İndi keçirik 53-cü suala. Görək 53-cü sualda bizdən nə istənilir? Deməli, deyir ki, O nöqtəsindən çıxan şüaların əmələ gətirdiyi AOB və BOC və AOC bucaqlarının dərəcə ölçüləri uyğun olaraq 5/4/6 nisbətindədir. Aha, maraqlı sualdır. Bu sualda gəlin, baxaq həllinə. Deməli, baxaq, birinci AOB bucağına baxaq. AOB bucağı, bax, bu bucaqdır. Bu, deməli, 5K-dır. Uyğun olaraq yazıram. Sonra BOC. BOC, bax, bu bucaqdır. Bu da 4K-dır. Müvafiq olaraq ortada gələn. Sonra AOC-yə baxırıq. AOC də sonuncu mütənasibdə 6K-dır burada. Və deyir, BO və CO parçaları, bax, BO parçası, yəni bu parça ilə bu parça da bir-birinə konqruentdir. Yəni, üst-üstə düşür bütün nöqtələri, yəni bunlar bir-birinə bərabərdirlər. Bucaq CBO-nu tap. CBO-nu tap. Bax, bizdən bu bucağı istəyir. Bax, bu mavi rənglə göstərim. Bax, bu bucağı istəyir. Bu bucağı necə tapa bilər? Diqqət indi mənə qulaq asın, zəhmət olmasa. 5K
4K, 6K. Yəni AOB, BOS və AOS bucaqları birlikdə cəmi 360 dərəcəyə bərabər. Yəni tam bucaq əmələ gətirirlər. Bunların gəlin cəmini yazaq. 5K üstəgəl 4K üstəgəl 6K bərabərdir 360-a. Nəyə görə 360-a bərabər edim? Çünki bunlar nəyə bərabər oldular? Tam bucaq əmələ gətirirlər də. Bir dənə baxın şəklə. Yəni hər biri tam bucaq əmələ gətirdi. İndi nə edəcək? Diqqətlə qulaq asaq. Bunların cəmi neçə edir? Bunların cəmi edir 15K. Bunların cəmi etdi 15K bərabərdir 360-a. 360-dırsa deməli K da nəyə bərabərdir? 360-da 15-ə böləndə edir 24-ə. İndi biz AOB yox, BOS üçbucağına baxsaq, bu bir bərabər yanlı üçbucaqdır. Yəni OB ilə OS tərəfləri bir-birinə nədir? Bərabərdirlər. Deməli bunların oturacağı BS tərəfidir və bunlara mən bir dənə alfa bucağı desəm, bu da olacaq alfa bucağı. Yəni bunlar bir-birinə bərabərdir. Yəni bu 4K ilə göstərdiyim BOS bucağı da bunların təpə bucağıdır. Əgər K-nı mən 24 tapmışamsa, deməli 4K-nı necə taparam? 4-ü vuraram 24, edir 96. Deməli üçbucağı gəlin burada bir dənə yenidən canlandıraq. Baxın bu üçbucağı burada yenidən canlandırdım. Həmin bunun təpə bucağı oldu 96. Yəni 4K-dır 96. Bu da alfa bir-birinə bərabərdir. Çünki bərabərliyin üçbucaqdır. Bunların da cəmi nəyə bərabərdir? 180 eləməlidir də. 2 alfa plus 96 bərabərdir 180-ə. Buradan da sadələşdirmək üçün 96-nı digər tərəfə keçirdəcəm. Eləcək 180 çıx 96, yəni 2 alfa da bərabərdir 180-dən 96 çıxanda edir 84. Düzdürmü? Alfa da nəyə bərabər olacaq? Alfa da bərabər olacaq. 84 də bölür 2 eləyir 42. Bizdən həmin bucağı istədi. Yəni SBO-nu, yəni alfanı istədi. Biz də tapdıq neçə? 42. Vəssalam. Deməli bu sualda da 53-cü sualda düzgün variant edir 42. İndi keçirik 54-cü suala. Son iki sualımız qalır. Bunu da izah eləyək, yekunlaşdıraq. Deməli görə bizə nə deyir bu sualda? 54-cü suala baxaq. 2 ədəddən biri digərindən 3 dəfə böyükdür. Məsələn, birinə x deyək, o birisində 3x deyək. Kiçik ədədin yarısı ilə böyük ədədin 2 mislinin cəmi. Bax, kiçik ədədin yarısı nə deməkdir? Bunun yarısı nə deməkdir? Yəni x böl 2. Düzdürmü? X böl 2. Aha, biraz sualı yuxarı qaldıraq, yerimiz çox olsun. Aha, x böl 2. Bəs böyük ədədin 2 misli nədir? Böyük ədədin də 2 misli, yəni 3x-i vururam 2-yə. Neçə eləcək? Eləcək 6x. Bunun da 2 misli eləcək 6x. Və bunların cəmi də nəyə bərabərdir? A-ya bərabərdir. Deyir, kiçik ədədi A ilə ifadə edin. Kiçik ədədə mən nə ilə ifadə eləmişdim? X ilə. İndi deyir A ilə ifadə edin. Gəlin baxaq, diqqətlə baxaq. Yazıram, x böl 2 plus 6x bərabərdir A-ya. İndi biz buradan sadələşdirib, x-i tək saxlayıb A ilə ifadə eləməliyik. Gəlin davam eləyək. Hər tərəfi 2-yə vuraq. Daha sadə yazmaq üçün olacaq x üstəgəl 12x. Bunu bu tərəfi 2-yə vuranda, bu tərəfi də 2-yə vururam, bu tərəfi də 2-yə vururam. Yaxşımı? Məxrəcə nazil eləmək üçün. Birinci bunu vururam. 2 ilə 2x gedir, qalır x. Sonra 6x vururam, edir 12x. Bərabərdir 2a-ya. Sonra dəyərli şarjda, bax, belə bir şey eləyə bilərik. X-i burada mötərizə xaricinə çıxartsam mən. Nə qalacaq burada? X-i çıxardan qalır 1, üstəgəl 12, bərabərdir 2a-ya. Düzdürmü? İndi burada 1 üstə 12 neçə eləyir? Eləyir 13x. Yəni x vurulsun 13, bərabərdir 2a-ya. Deyir, x ilə əvəz elə. Daha doğrusu a ilə əvəz elə. Yəni x-i göstərməliyəm mən. X-i tək saxlamaq üçün etmədim. Hər tərəfi 13-ə bölərəm. 13-ə bölsəm, bu tərəfi də 13-ə böləndə nə olacaq? Qalacaq 2a böl 13. Yəni bizə demişdik kiçik tərəfi, yəni x-i a ilə ifadə edelim. Biz də ifadə etdik. Yəni x nəyə bərabərdir? A ilə olan ifadə kimi göstərmək lazımdır. 2a böl 13. Vəssalam, cavab da belə olduğu kimi qalır. Deməli 54-cü sualın cavabı 2a bölünsün 13. Maraqlı sual idi. 55-ci suala baxaq. Deməli, mətbəədə 3 gün müddətində 1200 kitab çap edildi. Birinci gün planın 30%, ikinci gün isə ilk gündəkindən 100 kitab daha artıq kitab çap edildi. Üçüncü gün nə qədər kitab çap edildi? Deməli, baxaq, bax, birinci gün yazıram. İkinci gün yazıram, bir də üçüncü gün yazıram. Bunların üçünün cəmi nə qədərdir? Yəni, 3 günə nə qədər eləməli idilər? 1200 kitab çap etməli idilər. Birinci gün planın 30%. Yəni, biz 1200-in 30%-ni tapırıq. Vururuq 30-a, bölürük 100-ə. Bunlar gedir, cavab qalır 360. Düzdürmü? Deməli, birinci gün 360 dənə kitab çap edildi. Deyir, ikinci gün ilk gündən 100 kitab daha artıq. Yəni, 100 kitab daha artıq, yəni 360-ın üstə 100 gəlirik. Neçə edir? Deyilir 460. Deyir, üçüncü gün nə qədər kitab çap edirlər? X deyirik buna. Yəni, bunların üçünün cəmi nə qədər edir? Bunların üçünün cəmi edir X. 360 üstə 760
daha doğrusu 460 eləyəcək 820. Düzdürmü? Demək 820-nin də üstə mən 3-cü kitabı, 3-cü günün kitablarının x-i gələndə cavab eləyəcək 1200. Buradan x-i tapmaq çox sadədir. 1200-dən də 820 çıxacaq, qalır 380 kitab. Deməli, cavab 3-cü gün nə qədər kitab çap edirlər? 380 kitab çap edirlər. 55-də də cavab 380 edir. Dəyərli şagirdlər, bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı yaddan çıxartmayın ki, növbəti sınaqların izahından da faydalana biləsiniz. Təşəkkür edirəm.